Günün xəbərləri. Azadlıq qəzetinin daha bir əməkdaşına hücum edilib. Rati 2 aprel aksiyası zamanı jurnalistlərə təzyiq edənlərin cəzalandırılmağını tələb edir. Kürd aşqınları nəticəsində ziyan çəkənlər yenə prezident administrasiyasında olublar. Ərəb inqilabları mövzusunda dəyirmi masa keçirilib. Aprelin 4-də Azadlıq qəzetinin müxbiri Ramin Deko saat 21:10 radələrində redaksiyadan evə gedərkən Milli Elmlər Akademiyasının yanında tanımadığı 2 nəfərin fiziki hücumuna məruz qalıb. Bu barədə bugün Obyektiv TV-yə Ramin Deko'nun özü məlumat verib. Ramin Deko bildirib ki, hücum nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alsa da həmin şəxslərdən qurtula bilib. Həmin şəxslər mənə bir daha aksiyalarda iştirak etməməyi və ağıllı olmağı məsləhət gördüklərini dedilər. Bundan sonra mənə müxtəlif zərbələr indirdilər, deyə jurnalist bildirib. Arxadan 2 nəfər qaça-qaça gəldi, biri arxadan tullandı çiynimə, mən üstə yıxıldım və biri başladı mənə vurmağa. Sonra vurduqca o biri də mənə başladı vurmağa. Birinci də vuran kimi sifətimə vurdular. Mən ancaq imkan tapıb əlimi sifətimə tutdum ki, sifətimə zərbə dəyməsin. Bunlar ancaq böyrəyimə, ayağıma vururdular. Vurduqca ancaq bunu deyirlər. Bu Əli Kərimlərin payı, bu İsəqəmbərin payı, bu Pənah Hüseynin payı, bu da Qənimətin, bu da Rauf Arifovun. Bunları mənə deyirdilər və biz sənə dedik, ağıllan, niyə ağıllanmadın? Bunları deyir və vururdular mənə. Deko həmçinin qeyd edib ki, aprelin 3-də mülki geyimli naməlum şəxslər onu avtomobilə oturdaraq şəhər kənarına aparıblar və telefonunu əlindən alaraq Azadlıq qəzetində deyil, Yeni Azərbaycan, Xalq qəzeti kimi qəzetlərdə işləməyin daha məqbul olacağını başa salmağa çalışıblar. Vaz 2107 markalı maşına mindirib, maçları istiqamət, nardan istiqamət apardılar. Yol boyu mənlə bu Azərbaycansızdan, dövlətçilikdən danışdılar. Yazılarımın Azərbaycana, dövlətçiliyə xidmət etmədiyini, ziyan vurduğunu, beynəlxalq aləmdə nüfuzuna xələl gətirdiyini bildirdilər. Sonra bu profetik söhbətlər həmin aparılan bir evdə də, uçsuz-bucaqsız bir yerdə də məndən söhbət oldu. Qeyd edək ki, bir neçə gün əvvəl Azadlıq qəzetinin siyasi şərhçisi Seymur Həziyev də naməlum şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qoyulmuşdu. Aprelin 5-də Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu Daxili İşlər Naziri Ramil Usubova, Baş prokuror Zakir Qaralova və Ombudsman Elmira Süleymanovaya müraciət edib. Müraciətlərdə aprelin 2-də İctimai Palata tərəfindən keçirilən miting zamanı jurnalistlərə qarşı kobud və qanunazid hərəkətlərə yol verən polis əməkdaşlarının cəzalandırılması istənilir. Ratinin əməkdaşı Rasim Əliyevin 2 ayrıca polis əməkdaşı tərəfindən təzyiqə məruz qalmasını əks etdirən video görüntülər də müraciətlərə əlavə edilib. Müraciətlərdə qaldırılan digər məsələ isə Bakı şəhər baş polis idarəsinin rəis müavini Yaşar Əliyevin göstərişi ilə jurnalistlərin hadisə ərazisindən uzaqlaşdırılması və Yaşar Əliyevin bəzi jurnalistləri hədələməsi ilə bağlıdır. Sən burada nə öldürürsən? Yox, ana, bu nə hərəkətdir? Niyə mənə şey edirlər? Qalanlar qışqırma burada. Bıraxsınlar keçim olar. Buraxmayacam səni. Yola salın onu geçsin. Bu məsələ ilə əlaqədar olaraq da video görüntülər müvafiq qurumlara göndərilir. Aprelin 5-də Hacıqabul rayonunun Meynuman kəndinin bir qrup sakini prezident administrasiyasının qarşısına toplaşıb. Onların toplanmasının səbəbi ötən ilin mayında Kür çayının daşması zamanı evlərinə dəyən ziyanın kompensasiya edilməməyi olub. Onlara dəyən ziyanın aradan tam qaldırılmamağından şikayətləniblər. Sakinlər bu məsələ ilə bağlı bir dəfə də prezident administrasiyasında olsalar da rayona qayıtdıqdan sonra təzyiqlə özləşiblər. Sakinlər onu da qeyd ediblər ki, Bakıya şikayətə gəlmək istəyən çox olsa da buna süni maneələr yaradılıb və insanlar sözlərini də çatdıra bilmirlər. Burada baxmırlar onu. Bura baxmır işə. Mən açıq deyirəm. Burada biz gələn bir səvərdə gedib gələcək, burada çardaq quracaq.
Sülh və Demokratiya İnstitutu çərşənbə axşamı media mərkəzində ərəb inqilablarının səbəbləri və onların dünyaya təsiri mövzusunda dəyirməması keçirib. Dini etiqad və vicdan azadlığının müdafiə mərkəzinin rəhbəri İlqar İbrahimoğlu tədbirdə adı çəkilən mövzu ilə bağlı məruzə ilə çıxış edib. İlqar İbrahimoğlu ərəb dünyasında baş verən inqilablara bir mənalı mövqe ifadə etməyin hələ tez olduğunu nəzərə çatdırıb. Bunun diktaturaya qarşı yoxsa demokratiya uğrunda mübarizə olmağı hələ aydın deyil deyə İlqar İbrahimoğlu baş verən inqilablara münasibət ifadə edib. Eyni zamanda o, bu inqilablar baş verən ölkələrə Wikileaks saytının yaydığı məlumatların da təsir etdiyini deyib. Onun fikrincə, bu inqilablar bu ölkələrdə diktatorlarla yanaşı bu rejimlərin İslam fundamentalistləri oyunu xofuna da son qoydu, bu stereotipi dağıtdı. Bütün dünyada gördü ki, bu diktatura rejimlərinin haqqında danışdığı xoxan müsəlmanlar yoxdur. Azad olmaq istəyən, insan kimi yaşamaq istəyən insanlar var deyə İlqar İbrahimoğlu qeyd edib. Politoloq Eldar Namazov isə bu inqilabları demokratiyanın 3-cü dalğası kimi dəyərləndirib. Bu hadisəni həm də artıq İslam ölkələrinin də demokratik dəyişikliklərə hazır olması kimi də dəyərləndirib. Politoloq Zəfər Quliyeva görə isə bu inqilabların baş verməsində Qərbin rolu olub. Hətta Qərb bu proseslərə ehtiyatla yanaşıbsa belə, bu inqilabların hansısa planın tərkib hissəsi olmasını arxa plana keçirmir. Həm də bu inqilablar sivilizasiyaların münaqişəsi mərhələsindən sivilizasiyaların dialoqu mərhələsinə keçir. Bu inqilablar riskli olsa da sivilizasiyaların münaqişəsindən riskli deyil deyə politoloq bu inqilablara münasibət ifadə edib.